Aydın müəllim. Yaxşı. Özünüzü təqdim edin. Özümüz təqdim edirəm. Aha. Hə. Mən İdadi müəllim Beynov 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının Şəhər rayonu Muğanlı kəndində anadan olmuşam. 2008-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Bundan bir il sonra 2009-cu ildə sentyabrın 1-dən yaşadığım Muğanlı kəndində fiziki tərbiyə müəllimi olaraq işə başlamışam. İşlədiyim dövrlərdə rayonlar, məktəblər arası yarışlarda nailiyyətlər qazanmışam. Qazandığım nailiyyətlərə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə tərtib olunmuşam, mükafatlandırılmışam. May ayının 11-i 2026-cı ildə Təhsil Nazirliyinin müəllimləri sertifiklaşdırma imtahanından uğur qazanaraq müsahibəyə buraxılmışam. İştirak etdiyim müsahibə mərhələsindən sizlərin xoş rəylərinizi, müəllimlik peşəmi davam etdirmək istəyirəm. Yaxşıdır. Sual olacaq sizə. Yaxşıdır müəllim. Əla. Sual olacaq sizə. İştirakda məşq edənlər sonra elə bilirəm daha gözəl alışarıq. Ondan sonra indi məsələn müsahibə mərhələsində iştirak edin. İndi ilk dəfə, bir dəfə, iki dəfə olar, həyəcan olar, bəzi şeylər olar. Ondan sonra elə bilirəm bizim müəllimlərimiz hamımız necə imtahanda uğur qazanmışıq. Bundan belə müsahibə mərhələsində də sizin dəstəyinizlə uğur qazanarıq. İnşallah. Uğurlar olsun. Yaxşı olacaq inşallah. İxtisasınızın neçə məzmun xətti var? 4 məzmun xəttimiz var. Dayanmayın. Gözlənti yoxdursa dayanmayın. 4 məzmun xəttimiz vardı. Məzmun xəttlərimizdən birincisi hərəki bacarıqlar vərdişlər. Birinci, yox, ardıcıllıqla sayın. İnformasiya təminatı və nəzəri biliklər. İnformasiya təminatı, nəzəri biliklər, hərəki bacarıq vərdişlər, hərəki qabiliyyətlər, mənəvi iqət xüsusiyyətləri. Düzdür. Aha. İnformasiya təminatı və nəzəri biliklər məzmun xəttinin məqsədi nədir? Bizdən soruşsalar nədir? Nə kim cavab verərik? Birinci məzmun xəttinin dərs zamanı məqsədi nədir? Birinci məzmun xəttimizdə informasiya təminatı və nəzəri biliklər. İnformasiya alırıq da, informasiya veririk. İnformasiya da, yəni məlumatlandırırıq. Bəli, əla. Ən azından ətrafında biraz danışın, məlumatlandırır şagirdləri. Nəyin əsasına görə məlumat veririk, informasiya veririk, nəzəri biliklər, ilkin bilikləri olur da onun şagirdləri. Düzdür. Deyirik ki, şagirdlərə bizim verdiyimiz məlumat təhlükəsiz qaydaları haqqında, fiziki hərəkətlərin misalsının düzgün icrası haqqında onlara məlumatlar veririk. Sağlam həyat tərzinin formalaşdırılması haqqında məlumatlar veririk. Yaxşıdır. Adını çəkdiyim kimi də demək olmasa, özünüzün baxın adını çəkdiyiniz kimi yaxşıdır. Ətrafında biraz danışın, qəbul edəcəklər. Baxın, doğru cavabdır. İnformasiya təminatı və nəzəri biliklər məzmun xəttinin məqsədi ilk odur ki, adını çəkdiyimiz kimi sağlam həyat tərzinin formalaşdırılması haqqında şagirdlərə məlumat verilir, təhlükəsizlik qaydaları haqqında şagirdlərə məlumat verilir. Məlumat verilir. Sonra deyin ki, ikinci məzmun xətti, hərəki bacarıq vərdişlər məzmun xəttində biz şagirdlərə nələr öyrədirik? Əlbəttə ki, idman oyunlarının texniki elementlərini öyrədirik. Belə danışın, idman oyunlarının texniki elementlərini öyrədirik. Texniki elementlər burada biz bilirik də, qaçış var, tullanma var, nə bilim, atma hərəkətləri var. Bunlar ikinci məzmun xəttində formalaşır. Nə var? Bütün hərəkətlərin elementlərini öyrədirik. İdman hərəkətlərini. Düzdür. Texniki elementlərin öyrədilməsi ikinci məzmun xəttimiz olaraq hərəki bacarıq vərdişlərinin məzmun xəttində biz şagirdlərə bunları öyrədirik. Düzdür. İdman oyunlarının texniki elementlərini. Texniki elementlər soruşsalar ki, siz hansılarını ixtisas müəllimi sual verir. İxtisas müəllimi ən azından bir 6-7 sual verir də, baxın. Çünki miqdə bu var idi, qarşıma çıxmışdı ki, bilirəm var idi. İndi burada olasın 1-2 dənə sual verəcəklər, çox verməzlər. Texniki elementlərin içərisində qaçış, tullanma, atmalar, bu kimi elementlərdən istifadə olunur. Sonra bizdən soruşacaqlar ki, siz məzmun xəttlərini saydınız ardıcıllıqla. Dayandınız. Olar ki, bizdən soruşacaq ki, üçüncü məzmun xətti, yəni hərəki qabiliyyətlər hansı məzmun xəttində inkişaf etdirilir?
Biz bilirik ki hərəki qabiliyyətlər 3-cü məzmun xəttində hamısı belə reallaşır da, 3-cü məzmun xəttində formalaşır. Hərəki qabiliyyət ikincidir, hərəki bacarıqlar üçüncüdür. Yox, hərəki qabiliyyətlər bizim 3-cü məzmun xəttimizdə. Bunun məqsədi nədir? Deyirik ki, burada biz şagirdlərə sürətdən, sürət gücdən, dözümlükdən, çeviklikdən bu kimi hərəki keyfiyyətlərin inkişafını aparırıq. Belə danışın müəllim. Fiziki tərbiyədə 3-cü məzmun xəttində məqsəd dərs zamanı məqsəd nədir? Şagirdlərdə sürəti, sürət gücü, dözümlülük, çeviklik, yəni bir neçə hərəki qabiliyyətin adını çəkin ki, biz bu kimi fiziki keyfiyyətləri şagirdlərdə inkişaf etdiririk. Aha, olar ki bizdən sonra olacaq ki, 4-cü məzmun xəttində, 4-cü məzmun xəttinə ümumiyyətlə hansılar daxildir, nələr daxildir, şagirdlərə nələr öyrədilir, nələr formalaşdırılır şagirdlərdə. 4-cü məzmun xəttində şagirdlərdə formalaşdırılan nizam-intizamdır, məsuliyyətdir, əməkdaşlıqdır. Budur da. Komanda ruhudur. Belə cavab vermirlər. Belə cavab vermirlər. Sonra sual olar. Məktəb daxili qiymətləndirmələr hansılardır? Məktəb daxili qiymətləndirmələr deməli diaqnostik qiymətləndirmədir. Kiçik summativ qiymətləndirmə. Diaqnostik, formativ, kiçik summativ, böyük summativ qiymətləndirmə məktəb daxili qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə demək şagirdin ilk dəfə şagirdi diaqnostik qiymətləndiririk. İlk dəfə dərsinin başlanğıcında, ilk dəfə şagird sinifdən sinifə keçəndə, şagird məktəbə yeni şagird gələndə, formativ qiymətləndirmə şagirdin davamiyyətini yoxlamaq üçündür. Şagirdin hər davamiyyətini bilmək üçün. Kiçik summativ qiymətləndirmə şagirdin bilik və bacarığını qiymətləndirmək üçündür. Kiçik summativ mövzu sona çatanda kiçik summativ qiymətləndirmə aparılır. 6 həftədən gec olmayaraq. Böyük summativ qiymətləndirmə ikinci yarım ildə, bir də illikdə 2 dəfə aparılır. İllik qiymətləndirmədir. Məktəb rəhbərliyi tərəfindən hazırlanır və müəllim tərəfindən aparılır. Ha belə xoşlarına gəlir ki, danışırsınız, dayanmırsınız. Bəli. Yox, dayanmır. Olar ki, çıxarım. Qiymətləndirmə haqqında çox soruşurlar. Olar ki, bizdən soruşdular, bayaq məzmun xəttindən soruşdu. Olar ki, dərhal ixtisas müəllimi deyəcək ki, bizə belə deyək də, dərsdə bütün məzmun xəttlərini tətbiq etmək, reallaşdırmaq mümkündürmü? Nə kimi cavab verərsiniz? Bir dərsdə, bir 45 dəqiqə ərzində, yəni ki, dərs keçirir. Bütün məzmun xəttlərini burada reallaşdırmaq mümkündür? Bütün deyəndə 4 dənə məzmun xəttidir, 4 məzmun xətti. Bu zaman deyim, bəli, mümkündür. Olar ki, bəli, bu 4-ünü də bir yerdə keçirik də, orada biz səhv eləmirik. Deyim, bəli, doğrudur. Misal üçün, bir primer gətirin də, misal gətirin, deyin ki, belə deyək də, voleybol oyunun qaydalarını, dərsimiz voleyboldursa, voleybol. Deyin ki, voleybolun qaydalarını bir şagirdlər izah olunur. Nəzəri hissəsi, nəzəri tərəfdən, nəzəri bilik verilir. Baxın, burada informasiya təminatı və nəzəri biliklər, baxın, burada nə oldu? Öz reallığını göstərir də. Voleybol idman oyunun qaydaları izah olunursa, bu olur informasiya, izah var da burada, nəzəri biliklər. İnformasiya təminatı və nəzəri biliklər. Bax, belə biri bu. Misal üçün, voleybol idman oyunda topu ötürmə, topa, nə bilim, nəzarət etmə, topu düzgün yönləndirmə filan. Bunlar olacaq. Nədir bu? Topun ötürülməsi varsa, bu elementlərin yerinə yetirilməsi varsa, bu olacaq. Baxın, hərəki bacarıq vərdişlər. Burada görükür də, reallaşır. Misal üçün, bizim voleybol idman oyununda bu zaman şagirdə sürəti, necə sürətli olmaq lazımdır, harda sürətli olmaq lazımdır. Ümumiyyətlə, voleybol sürəti seçir də. Necə çevikli olmalıdır Əhsən. Sürət və burada sürət və çeviklik inkişaf etdirirsə, bu oldu fiziki qabiliyyət. Belə deyək də, hərəki qabiliyyətlər, yəni fiziki qabiliyyətlər. Baxın, burada 3-cü məzmun xətti reallaşır. Bir dərsin içində 4-ünü də tətbiq etmək mümkündür. Sonra bu zaman biz şagirdlərə başa salırıq ki, bu komanda işidir. Nizam-intizam qorunub saxlanmalıdır. Nizam-intizam formalaşmalıdır. Mənəvi iradi xüsusiyyətlərinizi göstərməlisiniz. Bunları görürüz, hamısı göründü burada. Bir dərsdə hamısını gördük. Bu da 4-cü məzmun xətti. Yaxşıyam, sağ olun. Əhsən. Bax, görürsünüz, burada hamısı göründü. Əla. Soruşarsalar ki, məzmun xətti nəyə deyilir? Nə kimi cavab verərik? Məzmun xətti dərsin məzmun xəttidir. Məzmun xətti nə bilirsiniz nəyə deyilir?
Məzmun xətti nəyə deyilir? Məzmun xətti, Standa bax məzmun xəttinin bir tərifi var. Fən üzrə ümumi təlim nəticələrinin reallaşmasını müəyyən etmək üçün məzmunun zəruri bir hissəsidir. Fən üzrə ümumi təlim nəticələrinin reallaşmasını müəyyən etmək üçün məzmunun zəruri hissəsidir. Bu tərifini deyib keçə bilərik. Aydındırmı? məzmun xəttləri üzrə Adını çəkdiyim kimi də, yəni fən üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün məzmunun zəruri hissəsidir. İndi biz keçək psixoloji suallara. İki sual verəcəm sizə. İki sualdan sonra digər müəllimlərlə danışacağıq. Onlar ki bizdən soruşsalar, sual var sizə. Böyük summativ qiymətləndirməni hansı siniflərdə aparırsınız? böyük summativ qiymətləndirmə buraxılış siniflərində aparılır. 4-cü, 9-cu, 11-ci siniflərdə fiziki tərbiyə dərsində böyük summativ qiymətləndirmə aparılır. Amma biz 4-cü sinifə dərs demədiyimizə görə biz 9-11-ci siniflərdə böyük summativ qiymətləndirmə aparırıq, amma ibtidai sinif müəllimlərinə də dəstək olub köməklik göstərir. Düzdür müəllim. Sonra onlar ki dünya görüşündən sertifikatlaşdırma sertifikasiya müsahibə mərhələsində dünya görüşünə səhv etmirəmsə suallar yoxdur. Amma birdən ilk olar ki belə bir sual gələr qarşımıza. İllərlə bağlı suallar soruşulacaq bilər. Olar ki bizdən soruşsunlar ki 2026-cı il nə ili elan olundu? Bu zaman biz deyirik ki 2026-cı il memarlıq il. Memarlıq və nə? Şəhərsalma. Memarlıq şəhərsalma da, memarlıq və şəhərsalma. Memarlıq və şəhərsalma deməyə, deyək ki, şəhərsalma və memarlıq. Çünki birinci şəhər salınmalıdır ki, sonra onun memarı əmələ gəlməlidir də, düzdürmü? Quruculuq işləri falan, şəhərsalma və memarlıq elidir. Şəhərsalma və memarlıq. Memarlıq və şəhərsalma deməyək, şəhərsalma və memarlıq. Bu doğru cavabdır, müəllim. Əla. Yapı səthinə. Ola bilər ki, yapı səthinə sual vermişdilər ki, bu il nə ildir? Necə? Yapı sədrinə sual vermişdilər ki, bu il nə ildir? Toftu yanmamışdı. Şəhərsalma və memarlıq. Desən demişdi Nəsim illidir. Nəsə demişdi o sosial şəbəkədə də yayılmışdı valla. Bilmirəm, özdə nəzərinizə çatıb, ya qabaqdan çıxmayıb. Böyük bir biabırçılıq olmuşdu. Onlar ki bizdən sonra... Belə suallar var da, belə mövzudan qırağa çıxmayıb. Nəsə, deyir ki, orada məsələn sual verirlər ki, iki şagird savaşır deyək ki. Aha, danışın. Siz nəyi dərsiniz ona? Mən öz-özümə fikirləşirəm ki, mən fiziki tərbiyə baxımlı bir koridorda duran yerdə, olduğu bir yerdə, şagirdlər ömür boyu savaşanmaz. Yəni, savaşmağa cəhd eləməz. Ən azından görürlər ki, mən orada koridordayam da. Aha, bu zaman sizə sual versələr, yaxşı, aydındır. Mən başa düşdüm sizi. Siz belə cavab verərsiniz. Məsələn, istəsəz belə cavab verərsiniz. Dediniz ki, mən növbətçi olan zaman heç bir şagird cəhd etməz ki, məni görürlərsə, biri-birlərinə savaşmaz, mübahisə etməz. Əgər məni görürlərsə, öz işlərini bilirlər falan. Birdən qayıdıb sizə deyəcək ki, sizdən qayıdıb sizə, öz işlərini bilirlər. Qayıdıb sizə orada komissiya üzvü deyəcək ki, deməli, aha, nə yaxşı müəllim, nə əla. Sizdən qorxurlar da deməli. Belə sizdən qorxurlarmı? Nə kimi cavab verər? Psixoloqda çatmaqlarından. Nə deyərsən? Yerə qorxmazlar. Ən azından psixoloji təsirdir da. Axı idman müəllimidir. Yox da, yox. İdman müəllimi deyin ki, biz qorxmaq yox, hörmət əlamətinə. Bizə hörmət qoyurlar. Hörmət əlaməti, əlbəttə hörmət əlamətindən, yəni hörmət həqiqətən elədir. Keçən də o qrupda baxdım ki, qatışıblar bir-birinə. Direktor cəlbə zalımın qapısını döyür ki, ay müəllim, icazə olar. Əla. Deyirəm ki, zala ayaqqabı ilə girmək olmaz. Məsələn, hər hansısa bir müəllim gəlir, ibtidai sinif müəllimi zalda deyək ki, dərs keçməyə o ayaqqabı geyiblər də, belə dik taban deyirik, nə deyirik. Gəlir, mən məsələn deyirəm ki, zala bu cür girmək olmaz. Belə zala girirsənsə, birinci mənə hörmətsizlikdir. Siz zala girmək üçün ağ süslü olmalıdır, idman forması olmalıdır əynində. Birinci növbədə təhlükəsizlik qaydalarına riayət eləməlidir. Belə zala girə bilər. Yoxsa deyir, direktor gəldi ki, zala da səs-küydür, nədir. İdman zalında səs-küy olar, xoş səslər. İşgüzar səs-küy. Məsələn, bu
Bəli, işgüzar səsdir. İşgüzar. Topu buradan qəbul eləmə, bu yandan qəbul elə. Altdan qəbul eləsən daha yaxşı olar. Yəni bu cürdür də, belədir. Bilmirəm düzdür, hər məktəbin qiblası ayrıdır. Onun söhbəti yox. İndi bizdə də birinci növbədə biz özümüzə hörmət eləməliyik də. Hörmət eləməliyik ki, Salam. o rəhbər işçilər də bizə hörmət eləsin. Əla. Olar ki, sizə sonuncu sualımdır müəllim. Olar ki, sizə sual olacaq ki, Heydər Əliyevin gördüyü islahatlardan danış. Ən azından birinin adını çəkin də orada. Hansı ən yaxşı islahatlardan da biri hansı olub? Heydər Əliyevin gördüyü islahatlardan danışım. Siz də bu zaman Heydər Əliyev yaxşı lider olub. Bəli, tamamilə bu cür cavab Yaxşı vermək. lider olub. Bəli, yaxşı lider olub. Azərbaycanı qurtarıb 94-cü ildə müharibəni dayandırıb. Sən, baxın danışın da. Horadiz əməliyyatı. Bəli. Horadiz əməliyyatı. Müharibə dayanıb. Azərbaycanı bu faşizm dövrü xəritədən siləcəkdi. Sən, bəli. Heydər Əliyev Azərbaycanın xilaskarı oldu. Qəşəng. Müharibəni dayandırdı, sülh bağladı. Mən Anaların, balaların halal. gözü yaşlı qoymadı qalsın. Qəşəng. Baxın sizin bu ifadənizə görə, yəni sizin bu ifadənizə görə sizə 20-dən çox bal olacaq. Çox qəşəng cavab verirsiniz müəllim bu suala. Çox gözəl. Həqiqətən mən səmimi içindən gələnlər dedim. düz dediniz müəllim, düzdür. Tamamilə doğrudur. Baxın əsrin müqaviləsini imzaladı. Ölüm hökmünün ləğvini aradan qaldırdı. Adını çəkdiyiniz kimi ölkənin xilaskarıdır. Yaxşı lider olub. Qabaqcıl lider olub. Ölkənin ən yaxşı başçısı olub. İndi bu dövrdə də o davamçısı cənab Prezident İlham Əliyev Həsən